Hər vaxtınız xeyir olsun, News TV izləyiciləri. Vətəndaş mövqeyini izləyirsiniz. Siyasi gündəmi Milli Məclisin deputatı Jalə Əliyeva ilə müzakirə edəcək. Jalə xanım, xoş gördük sizi. Təşəkkür edirəm, xoş gününüz olsun. Bu yaxınlarda Ermənistan Xarici İşlər Naziri BBC kanalına müsahibəsində bildirib ki, Azərbaycan sülhün imzalanmasına maraqlıdır. Xatırlayırsınızsa, ümumiyyətlə, Paşinyan da bu kimi fikirlər bildirib, qərəzli, təxribat xarakterli. Ümumiyyətlə, bu Ermənistanın qeyri-adekvat hərəkətləri, yəni addımları nə ilə əlaqəlidir? Səbəb nədir sizcə? Təşəkkür edirəm əvvəla dəvətə görə və suala görə. Bilirsiniz, Ermənistan demək, Ermənistan hakimiyyəti demək qeyri-adekvatlıqdır başından sonuna qədər. Və azacıq da olsa, belə deyək ki, dərin bir siyasi gedişləri olsaydı, yəqin ki, vəziyyət bu yerə gəlib çıxmazdı. Bəli. Yəni, məğlubiyyətlərini, fiyaskolarını əvvəlcədən anlamış olmalıydılar və vaxtında da tədbirlərini görməliydilər. Biz vaxtında 30 il ərzində bu ölkəyə davamlı olaraq danışıqlar masası arxasında oturmaq təkliflərimizi bəyan etdik. Sülh bəyan etdik. Lakin nə oldu? Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə əməl etmədilər. Azərbaycanın çağırışlarına əməl etmədilər. Bu münaqişənin həlli üçün sırf yaradılan ATƏT-in Minsk qrupunun, belə demək mümkündürsə, tövsiyələrini, dırnaqarası tövsiyələrini dinləmədilər və yaxud özləri bildikləri kimi dinlədilər. Və sair və ilaxır. Və nəhayətdə 2020-ci ildə Azərbaycanın 44 günlük şanlı müharibəsi ilə və şanlı müharibənin özünü də mən şanlı adlandırıram. Ona görə ki, elə müharibənin günlərində, müharibənin gedişatı günlərində, hətta belə deyim ki, bizi görmək istəməyən, həqiqətimizi dinləmək istəməyən ölkələrin hərbi ekspertləri, jurnalistləri belə etiraf etmək məcburiyyətində qaldılar ki, Azərbaycan bugünə qədər hərb tarixində mövcud olmayan bir uğurlu strategiya, taktika həyata keçirdir. Və əlbəttə ki, buna artıq biz şanlı müharibə deməliyik və nəhayətində də böyük qələbəmizi əldə etdik. Və bu qələbədən sonra elə Ermənistan baş nazirinin özünün iştirakı ilə imzalanan kapitulyasiya haqqında deməli sənədin özü də elə Ermənistanın birbaşa məğlubiyyəti deməkdir və arxasından keçən 3 il ərzində də Ermənistan ard-arda məğlubiyyətlərə uğrayır və ən sonuncuda sentyabr ayındakı antiterror tədbirlərimizdə 23 saatın ərzində Azərbaycan torpaqlarında suverenitetini birmənalı olaraq təmin etdi və artıq Qarabağ problemi tarixin arxivinə bir dəfəlik olaraq göndərildi. Və əlbəttə ki, bugün Ermənistanın sülh bağlamaqdan başqa bir çarəsi yoxdur. Əslində onlara lazımdır. Bəli, və bu, belə deyim ki, açıqlamanı bu şəkildə vermək ki, Azərbaycan sülh istəyir, sülh müqaviləsi. Təbii ki, Azərbaycan sülh istəyir. Azərbaycan bütün dövrlərdə bunu istəyib. Azərbaycan əsla və əsla nə öz insanının, nə bir başqa ölkənin insanının həyatına qəsd etmək, torpağında müharibə aparmaq kimi heç bir vaxt, heç bir niyyəti olmayıb və bugün də yoxdur. Və müharibədən keçən dövr ərzində də biz onlara sırf elə birinci növbədə öz ölkələrinin, belə deyək ki, əmin-amanlığını, öz xalqının gələcəyini düşünərək sülh müqaviləsi imzalamaq təkliflərimizi irəli sürmüşük, əlimizi uzatmışıq. Hətta və hətta bölgədə həyata keçirilən iqtisadi layihələrdə iştiraka belə dəvət etmişik. Lakin bunu yanlış anlayırlarsa, bunu yenə də, hələ də öz, belə deyək ki, niyyətlərinə, dırnaqarası hədəflərinə çatmaq üçün hansısa bəyanatlar verirlərsə, bu əlbəttə ki, onlara heç bir başucalığı gətirmir və bütün dünyaya qeyri-adekvatlıqlarını bir daha nümayiş etdirmiş olurlar və bu, deyək ki, addımın arxasında öz imzalarını atmış olurlar və bundan Azərbaycan əsla və əsla itirmir və bundan sonra Azərbaycanın itirəcəyi heç bir şey yoxdur. Azərbaycan zəfər çalıb. Azərbaycan 30 il əvvəlki Azərbaycan deyil. Bunu əlbəttə ki, həm Ermənistan, həm onun bugünə qədər
yanında olan tərəfdarları, havadarları, həm də bütün dünya anlayır, görür. Elə COP29-a da ev sahiblik Azərbaycanın etməsi də Azərbaycanın dünyada artıq nüfuzun artmasından xəbər verir. Necə düşünürsünüz? Bakı infrastrukturu 100 minlərlə insanı qəbul edə bilərmi sizcə? Bəli, çox əhəmiyyətli bir tədbir astanasındayıq. Ölkə prezidentinin elə ötən həftə bu tədbir öncəsi keçirdiyi yanında müşavirədə də bəyan etdiyi kimi 11 aydan az bir müddət qalır və biz bu tədbirə hazırlaşmalıyıq və özünün də bəyan etdiyi kimi təqribən 70-80 min, yəni 100 minə yaxın xarici qonağın gəlişi gözlənilir. Bilirsinizmi, Azərbaycan əlbəttə ki, İlk dəfə deyil beynəlxalq tədbirlərə ev sahibliyi etdiyi və bu illər ərzində bu sahədə böyük bir təcrübəmiz var. Azərbaycan çox sayda bugünə qədər xarici qonaqları qəbul edib, çox fərqli deyək ki, tədbirlərdə Azərbaycan deməli bu tədbirlərə ev sahibliyi edib və düşünürük ki, qarşıdan gələn tədbir də həmin tədbirlərdən əslində fərqlənməyəcək, yəni uğurumuz baxımından. Çünki bu tədbirlərin hər birində Azərbaycan öz sözünü deyə bilir. Həm təşkilati baxımdan, həm ölkədəki stabillik, əminamanlıq baxımından, həm qonaqları məmnun etmək baxımından, həm hazırlanan mədəni, ideoloji, tanıdıcı proqramlar baxımından. Yəni çox şahəli olub bugünə qədər bizim hazırlıqlarımız və düşünürük ki, növbəti deməli toplantıda, beynəlxalq toplantıda yenə də uğurlu alınacaqdır. Çünki Azərbaycan artıq illərdən bəri topladığı təcrübə ilə irəlilədiyi çox düzgün və uğurlu bir yol var. Və burada əlbəttə gələn qonaqların sayının nə qədər olmasından asılı olmayaraq Azərbaycan düşünürük ki, bu həcmi də qaldırmağa və bu böyük məsuliyyətin öhdəsindən gəlməyə də hazırdır. Bunun üçün bizim infrastrukturumuz var, bunun üçün bizim nəqliyyat obyektlərimiz var, bunun üçün bizim çox sayda otellərimiz var. Yəni, hər halda bilirsinizmi, bu tədbiri Azərbaycanda keçirilməsinə razılıq verən tərəflər də bunu durub-dururkən etmirlər. Gəlin, o tərəfdən də düşünək. Yəni, Azərbaycanın nüfuzu və Azərbaycanın bütün, belə deyək ki, qarşıya qoyulan məsələlərin öhdəsindən bugünə qədər alnı açıq, üzü ağ gəlməsi əlbəttə ki, bu əhəmiyyətli tədbirin də Azərbaycanda keçirilməsinə verilən qərara amil bir istiqamət vermişdir. Bu, dünyanın Azərbaycana qarşı 30 il ərzində ikili standart, ondan danışmaq istərdim biraz. Elə Qarabağ qələbəsini qazanmaqda da bizim prezidentimiz İlham Əliyev dünyanın ikili standartına qarşı mövqe fikir bildirmişdi. Nə zaman bitəcək bu? Bu ikili standartın sonu nə vaxt bitəcək sizcə? Yəni, hələ davam edir əslində. Müəyyən, belə deyək də, addımlarla. Biraz əgər ümumiyyətlə həyatın fəlsəfəsinə və tarixə nəzər salsaq, əlbəttə ki, ölkələr arasındakı, belə deyək ki, çəkişmələr, münaqişələr, deyək ki, pərdə arxası düşmənliklər hər bir zaman mövcud olmuşdur və bugün əlbəttə ki, biz 21-ci əsrdə yaşayırıq. Bugün tamamilə insan təfəkkürü, insan beyni tamamilə başqa həcmdə, deyək ki, inkişaf eləyir və bugün biz qloballaşan bir dünyada yaşayırıq. Bugün biz böyüdükcə əslində texnikanın sayəsində kiçilən bir dünyada yaşayırıq və belə bir dünyada əlbəttə ki, qarşılıqlı anlayış, dostluq münasibətləri, səmimiyyət münasibətləri, münasibətlər düşünürəm ki, ümumilikdə bütün dünyanın faydasınadır, bütün dünyanın xeyrinədir. Yəni biz dünyanı xilas etmək istəyiriksə, dünyanı daha yaxşı, daha azad, müharibəsiz, münaqişəsiz görmək istəyiriksə, əlbəttə ki, yəqin ki, bu bəzi ölkələrin pərdə arxası niyyətlərindən də əl çəkməsinin, vaz keçməsinin artıq vaxtıdır. Bir daha qeyd eləmək istəyirəm, Ermənistanla bağlı olaraq qeyd etdim. Həmin ölkələrlə də bağlı qeyd etmək istəyirəm ki, bu birinci növbədə həmin ölkələrin özünün, öz xalqlarının mənfəəti və faydası yəqin ki, istiqamətində bu addımlar atıla bilər. Azərbaycana gəlincə isə əlbəttə
ki, Azərbaycan bilirsinizmi, bugün sadəcə Cənubi Qafqazın deyil, yerləşdiyi regionun, bölgənin deyil, dünyanın bir parlaq ulduzuna çevrilir və çevrilməkdədir və Azərbaycanın resursları, Azərbaycanın imkanları, Azərbaycanın getdikcə artan imkanları və nüfusu əlbəttə ki, bəzi ölkələri narahat etməyə bilmir. Çünki Cənubi Qafqaz bölgəsi dünyanın çox əhəmiyyətli bir bölgəsidir. Azərbaycan bugün sadəcə öz daxilində inkişaf etmir, həm də bölgəni inkişaf etdirir, həm də Azərbaycan bugün belə deyək ki, coğrafi baxımdan bir körpü rolunu oynayır. Şərqdən qərbə, şimaldan cənuba və bu körpünün başında, ortasında yerləşən Azərbaycanın əlbəttə ki, inkişafı və müstəqil bir siyasət yeritməsi, cəsarətli bir siyasət yeritməsi əlbəttə ki, müəyyən deyək ki, dairələri, müəyyən ölkələri qıcıqlandıra bilir. Amma düşünürük ki, qarşılarında biraz əvvəl də qeyd etdiyim kimi 30 il əvvəlki Azərbaycan dayanmayıb. Bugün Azərbaycanı dəmir yumruq siyasəti ilə irəliyə aparan bir lider var. Cənab Prezident İlham Əliyev kimi bir sərkərdə var. Bunu sadəcə biz demirik. Bu gəlinən qənaətdir, bütün dünyanın gəldiyi qənaətdir ki, o yenilməz bir sərkərdədir, cəsarətli bir liderdir, müzəffər ali baş komandandır. Və müharibəni biz əlbəttə əgər ordumuzun, xalqımızın həmrəyliyi ilə qazandıqsa, amma birinci növbədə biz müharibəni Ali Baş Komandanın vaxtında verdiyi sərrast əmrlərlə, tapşırıqlarla qazandıq və həmin günlərdə Azərbaycan öz prezidentinin rəhbərliyi ilə sadəcə sahədə müharibə aparmırdı. O günlərdə belə bir ifadə də dəbiydi, xatırlayırsınızsa. Həm masa arxasında, həm müharibə alanında, sahəsində biz müharibə aparırdıq və eyni zamanda sadəcə diplomatik və hərbi müharibə aparmırdıq. Biz ideoloji müharibə aparırdıq. O ideoloji müharibəni də qazanan Prezident İlham Əliyev oldu. Və əlbəttə ki, bugün dünyanın qarşısında müstəqil, suveren, öz sözünün sahibi olan bir ölkə dayanır, güclü bir ölkə dayanır. Və Azərbaycanın düşünürük ki, bu istiqamətdə atdığı addımlar bundan sonra da həm ölkəmiz üçün, həm də bölgə üçün əhəmiyyətli olacaqdır və bölgənin inkişafına xidmət edəcəkdir. Xankəndində futbol yarışması keçirildi. Bu simvolik oyun ilə Azərbaycan dünyaya hansı mesajı verdi sizcə? Təşəkkür edirəm. Revanşistlərə əsasən. Təşəkkür edirəm sualınıza görə. Xankəndində dünən bir mənalı olaraq deməliyik ki, sadəcə bir idman oyunu deyildi keçirilən. Azərbaycan dünən dünyaya bir daha mesajını verirdi. Bir daha siyasi mesajını verirdi, bir daha diplomatik mesajını verirdi, bir daha deyirdi ki, biz varıq, biz buradayıq. 35 ildən sonra geri döndüyümüz Xankəndimizdə bir vaxtlar bəlkə 3 il, 5 il bundan əvvəl, hətta 1 il bundan əvvəl bəlkə də xəyal kimi görünə biləcək olan bir şəhərimizdə, bir bölgəmizdə biz dünən idman yarışı keçirtdik və bu idman yarışı ilə bir daha Azərbaycanın gücünü, Azərbaycanın mövqeyini ortaya qoyduq. Zaten dünən Cənab Prezidentin yarış öncəsi çıxışı və bu çıxışında toxunduğu mövzular elə birbaşa bütün dünyaya Azərbaycanın növbəti qələbəsinin mesajı idi, anonsu idi. Təşəkkür edirəm Jalə xanım, studiyamıza gəldiyiniz üçün. Dəyərli izləyicilər, sizinlə də sağollaşıram. Bir daha xatırlatmaq istəyirəm ki, bugünkü verilişimizin qonağı Milli Məclisin deputatı Jalə Əliyeva idi. Növbəti verilişdə görüşmək ümidi ilə salamat qalın.